Azərbaycan çempionatının ən güclü müdafiəsinə sahib olub, ən ağrılı hücum futbolu oynayan Turan bu dəfə Avropaya vəsəq qazana biləcəkmi? Qurban Berdiyev hələ Rubindən işlədiyi dövrdən çox praqmatik, müdafiəyə meylli bir məşqçi kimi tanınır və həmin trendi Turanda çox effektiv şəkildə tətbiq edir. Turan Azərbaycan çempionatı səviyyəsində çox elitar müdafiə komandasıdır. Digər tərəfdən isə komandanın hücum metrikləri bəzən çempionatın ən aşağı dördlüyünə belə düşür. Komanda buraxdığı qol sayına görə Azərbaycan çempionatında 3-cü yerdir. Amma komanda bir oyun başı 6.26 zərbə qapısına buraxır, hansına görə ki, Azərbaycan çempionatının ən yaxşı komandasıdır. Bu da təsadüf deyil. Çünki Turan müdafiə futbolu oynayanda 5-3-2 və ya 5-4-1 taktikasıyla müdafiə olunur. Bu da rəqibə məkan vermir ki, rəqib ondan istifadə edərək Turanı cəzalandıra bilsin. Üstəlik, rəqib hardasa 20 metrin o tərəfindən zərbə mövqeyinə çıxarılır. Yəni ki, nə qədər uzaqdan vurulursa, o qədər az effektiv olur. Baxın, bunu Qurban Berdiyev çox yaxşı bacarır. Digər tərəfdən vacib müdafiə metrikləri olan topa müdaxilə 90 dəqiqəyə 32.6-dır. Bundan başqa recovery, yəni topu qazanmaq üzrə Turan 70.35%-dədir və bunun da 45%-i Turanın özünə aid olan meydanın 1/3-dən gəlir. Yəni bu deməkdir ki, komanda həddindən artıq çox vaxtı burada keçirir və biz bunu hücum futbolunda niyə problem olduğunu izah edəcəyik. Məsəl üçün, Azərbaycan çempionatında komanda sondan 2-ci yerdədir maç boyu atdığı paslara görə. Hardasa bu rəqəm 258.95, yəni hətta 259 pas atır oyun ərzində. Baxın, bu cədvəldə siz müqayisə edin Azərbaycan çempionatının bu metrikdə ən yaxşı komandası olan Qarabağın pas sayını. İkinci bir tərəfdə paslar özü belə problemlidir. Yəni təhlükəli zonalara paslarda Turan rəqibin meydana aid olan 1/3-nə pasa görə 8-ci yerdədir. Başqa sözlə, Turan ortalama maç boyu rəqibin meydanının 1/3-nə 38 pas atır. Bu rəqəm Qarabağda 65-dir, hardasa 2 dəfə üstündür. Komandanın bir qədər build-up oyununun daha aqressiv, daha progressiv olması lazımdır. Turan əlbəttə ki, bunun üçün həm potensial yaxşı və həm eyni zamanda bir növ ehtiyatlı olmalı olduğu məqam var. Belə ki, Turanın ən yaxşı oyuncularından biri Tavares mövsümün əvvəlindən komandaya transfer olunsa da hələ də zədəlidir. Əgər zədəsini sağaldıb formaya düşə bilərsə, sistemə inteqrasiya oluna bilərsə Qurban Berdiyev tərəfindən komandanın həmin o build-up oyununu yuxarı çıxarmaqda kömək edə bilər. Nəzərə alsaq ki, Vadji mövsümün əvvəlindən zədəlidir, hələ ki o stavka özünü doğrultmayıb. Yəni çox vacibdir ki, Vadji və ya Tavaresin ikisindən biri formasına qayıtsın ki, Turan metriklərini hücum futbolunda düzəldə bilsin. Üzümü tovuzlu azarkeşlərə tutaraq sizdən soruşmaq istəyirəm. Siz komandanın oyunu haqqında nə fikirləşirsiniz? Nədən xoşunuz gəlir? Nə isə inkişaf etməyini, dəyişməyini istəyərdiniz?